Heç fikirləşmisiniz, o nəhəng qərbi Roma imperiyası dağılandan sonra nə oldu? Bu sadəcə bir imperiyanın sonu deyildi, əslində tamamilə yeni bir dünyanın başlanğıcıydı. Gəlin bugün Romanın küllərindən çıxan o iki nəhəng varisə Franklara və Bizanslara birlikdə nəzər salaq. Hər şey eramızın 476-cı ilində başladı. Təsəvvür edin, əsrlər boyu dünyanı idarə edən bir super güc, Qərbi Roma imperiyası nəhayət çökdü. Bu hadisə Avropa tarixində orta əsrlər dövrünün başlanğıcını qoydu və qitədə çox böyük bir güc boşluğu yaratdı. Və beləcə ortada böyük bir sual qaldı. Bu nəhəng mirasa kim sahib çıxacaqdı? Romanın yerini kim tutacaqdı? Bu sualın cavabı olaraq xəritədə də gördüyünüz kimi iki əsas iddiaçı meydana çıxdı. Qərbdə keçmiş Qaliya torpaqlarında yeni və çox dinamik bir qüvvə olan Frank krallığı yüksəldi. Şərqdə isə Romanın alovu heç vaxt sönməmişdi. Bizans imperiyası öz varlığını qətiyyətlə davam etdirirdi. Yaxşı, gəlin əvvəlcə qərbə səyahət edək. Frankların hekayəsi əslində German tayfalarının, Roma irisinin və xristianlığın bir araya gələrək tamamilə yeni bir sivilizasiya yaratmasının hekayəsidir. Və bu proses, heç abartmıram, inanılmaz bir sürətlə baş verdi. Baxın bu zaman xəttinə. Frankların cəmi 300 il içində sadə bir German tayfasından Qərbi Avropanı birləşdirən qüdrətli bir imperiyaya çevrildiyini görürük. 486-cı ildə Xlodvigin qələbəsindən başlayıb 800-cü ildə Böyük Karlın imperator elan edilməsinə qədər uzanan bu yol həqiqətən də heyrətamizdir. Hər şeyin təməlində Xlodvig dayanırdı. O, təkcə son Roma canişini məğlub etməklə qalmadı. Eyni zamanda dağınıq Frank tayfalarını tək bir bayraq altında birləşdirdi. Amma onun ən dahi, ən strateji gedişi xristianlığı qəbul etməsi oldu. Bu addım ona həm kilsənin dəstəyini, həm də yerli Roma əhalisinin rəğbətini qazandırdı və beləcə Roma-German mədəni sintezinin təməlini doydu. Sonra təxminən 250 il irəli gedək. Səhnəyə başqa bir lider çıxır. Karl Martel, yəni ləqəbi ilə Çəkiç. O, Avropanın taleyini həll edən bir döyüşdə iştirak etdi. 732-ci ildəki Poitiers döyüşü sadəcə bir toqquşma deyildi. Bu, sözün əsl mənasında sivilizasiyaların qarşı durması idi. Baxın, bu sitat vəziyyətin nə qədər ciddi olduğunu çox aydın göstərir. Karl Martellin ərəb ordularının irəliləyişini dayandırması Qərbi Avropanın xristian kimliyini qorudu. O qələbə olmasaydı, bugün bizim tanıdığımız Avropa tamamilə fərqli bir yer ola bilərdi. Və gəldik Frank gücünün zirvəsinə. Əlbəttə ki, söhbət Böyük Karldan gedir. O, Roma imperiyasından bəri ilk dəfə idi ki, Qərbi Avropanın böyük bir hissəsini tək bir hakimiyyət altında birləşdirməyi bacardı. 800-cü ildə Romanın özündə Papanın əlindən Romalıların imperatoru tacını alması sadəcə bir titul deyildi. Bu, Roma, xristian və German dünyalarının birləşərək yeni bir Avropa sivilizasiyasını yaratmasının simvoluydu. Yaxşı, indi gəlin səyahətimizin istiqamətini dəyişək və diqqətimizi şərqə yönəldək. Franklar qərbdə sıfırdan yeni bir nizam qurmağa çalışarkən, şərqdə Romanın mirası heç vaxt kəsilməmişdi. Unutmayın, Bizans imperiyası Romanın varisi deyildi, elə Romanın özüydü, sadəcə şərqdəki davamı. Bu həqiqətən də heyrətamiz bir fərqdir. Təsəvvür edin, Qərbi Roma dağılıb kiçik krallıqlara parçalandığı bir vaxtda, Şərqi Roma imperiyası bütün fırtınalara sinə gələrək mövcudiyyətini qoruyub saxlaya bilmişdi. Bəs Bizans imperiyası nə idi? Yəni, o sadəcə Şərqi Romanın qalığı deyildi, əsla. Paytaxtı Konstantinopolun o möhtəşəm strateji mövqeyi sayəsində o, Avropa ilə Asiya arasında ticarətin, mədəniyyətin, ideyaların qızıl körpüsü idi. Demək olar ki, bütün dünya ticarəti buradan axırdı. Bizansın qızıl pulu, beynəlxalq valyutaydı. Bizansın ən iddialı hökümdarlarından biri şübhəsiz ki, İmperator Justinian idi. Onun böyük bir xəyalı vardı. Roma imperiyasını əvvəlki o əzəmətli günlərinə qaytarmaq. O, Şimali Afrikanı, İtaliyanı, hətta İspaniyanın bir hissəsini geri aldı, Ayasofya kimi bir memarlıq şah əsərini tikdirdi və bəlkə də ən önəmlisi bütün Roma hüququnu sistemləşdirdi. Və bu bəlkə də onun ən qalıcı mirası oldu. Justinian məcəlləsi sadəcə bir qanunlar toplusu deyildi. Bu mərkəzləşmiş, qaydalara əsaslanan bir dövlət ideyasının özüydü. Və bu məcəllə əsrlər boyu bütün Avropada hüquq sistemlərinin təməlinə çevrildi. Beləliklə, qarşımızda tamamilə fərqli iki dünya, iki sistem var idi. Biri dağınıqlığa, mərkəzsizləşməyə, digəri isə mərkəzləşməyə, nizam-intizama doğru gedirdi.
İndi gəlin bu iki sistemi birbaşa müqayisə edək ki, fərqləri daha aydın görək. Gəlin bu cədvələ baxaq. Fərqlər dərhal gözə çarpır, elə deyilmi? Frank cəmiyyəti kənd həyatına və şəxsi sədaqətə əsaslanırdı. Bizans isə minlərlə şəhəri olan nəhəng bir ticarət imperiyası idi. Frank kralı əsasən bir hərbi lider idi. Bizans imperatoru isə həm dövlətin, həm də kilsənin mütləq hakimi idi. Bir tərəfdə dağınıq, torpağa bağlı bir sistem, digər tərəfdə isə mərkəzləşmiş, ticarətə əsaslanan bir imperiya. Qərbdə yaranan bu yeni sistemə biz feodalizm deyirik. Əslində çox sadə bir məntiqi vardı. Kral hərbi xidmət qarşılığında öz lordlarına torpaq, yəni feod verir. Həmin lordlar da bunun müqabilində krala sədaqət andı içir və müharibə zamanı ona kömək edirdilər. Kəndlilər isə müdafiə olunmaq qarşılığında bu torpaqlarda işləyirdilər. Hər kəsin öz yerini bildiyi sərt bir iyerarxiya. Yaxşı, bəs bütün bunların sonu nə oldu? Bu iki fərqli yolun mirası nə idi? Onlar bugünkü tanıdığımız Avropanı necə formalaşdırdı? Gəlin yekun nəticələrə baxaq. Böyük Karlın Qərbi Avropanı birləşdirmək xəyalı təəssüf ki, çox uzun çəkmədi. Onun yaratdığı o nəhəng imperiya ölümündən qısa bir müddət sonra parçalanmağa başladı. Həlledici an isə 843-cü ildə gəldi. Verden şəhərində Karlın 3 nəvəsi bir araya gəlib, imperiyanı öz aralarında böldülər və bu müqavilə vahid Qərb imperiyası arzusuna son nöqtəni qoydu. Baxın, bu xəritə əslində inanılmaz bir şey göstərir. Frank imperiyasının bölünməsi ilə yaranan o üç krallıq, müasir Fransa, Almaniya və İtaliyanın coğrafi və siyasi təməllərini qoydu. Bəli, bugünkü Avropa xəritəsinin ilk çizgiləri məhz o zaman çəkildi. Beləliklə, iki Roma varisinin taleyi tamamilə fərqli oldu. Qərb parçalandı, əsrlər boyu davam edən feodal müharibələrinə səhnə oldu. Amma maraqlıdır ki, məhz bu parçalanmadan nəticədə müasir milli dövlətlər doğuldu. Şərq, yəni Bizans isə öz mərkəzləşmiş gücünü daha 600 il qorudu, lakin nihayət 1453-cü ildə tarix səhnəsindən silindi. Və bu bizi son bir suala gətirir. Bir tərəfdə müasir Avropanı yaratmaq üçün parçalanan bir imperiya, digər tərəfdə isə qədim dünyanın alovunu 1000 il boyunca daşıyan bir imperiya. Sizcə hansının mirası daha güclüdür? Qərar sizindir.